Hacer xanım, xoş gördük. Studiyamıza xoş gəlmişsiniz. Hoş gördük. Çok sağ olun. Necəsiniz? Teşekkür ederim geldiğinize göre. Biz müxtəlif xəstəliklərdən danışarak, insanları maarifləndirərək, həm savad əldə etməyə çalışırıq, həm də ola biləcək fəsadların qarşısını almaq üçün can atırıq və Həkim Sən verilişini bilirsiniz ki, daimi izləyiciləri var. Hətta yenicə qoşulanlar varsa da onlar da kifayət qədər məlumat toplaya bilər. Çünki bugünkü gündə həqiqətən işin peşəkarı dediyim həkimlərdən biri, məhz Hacer xanım indi hal-hazırda Həkim Sən verilişinin qonağıdır və mənim qarşımdadır. Biz bugün xoş xassəli, zərərsiz dediyimiz törəmələrə toxunmaq istəyirik. Mədə-bağırsaq sistemində olan poliplərə. Bugün əgər poliplərdən danışacaqsa, ilk öncə onu demək istəyirəm ki, poliplər bizdə orqanizmada daha çox harda görülür, hansı orqanlarda görülür? Bizim içərisi boşluqlu orqanlarımız dediyimiz 5 dənə orqanımız var. Öd kisəsi, sidik kisəsi, mədə, bağırsaq, kişilərdə prostat, qadınlarda uşaqlıq. Və əgər bunların birində polip varsa, digər orqanlarda, digər boşluqlu orqanlarda mütləq yoxlanmalıdır. Çünki birində polip varsa, digər orqanlarda ehtimalları var. Çox yüksəkdir, bəli. Yəni bağırsaqda polip varsa, digər boşluqlara baxdırmalıdır. Baxılmalıdır. Məsələn, mədə bağırsaqda biz endoskopiya ilə, kolonoskopiya və gastroskopiya ilə biz bunu baxıb görə bilirik. Digər orqanlar, öd kisəsi, sidik kisəsi, uşaqlıq, prostat, bunlar da ən azından bir ultrasəs müayinəsinə ilkin olaraq mütləq şəkildə baxılmalıdır. O həmin orqanlarda da polip varmı, yoxmu? Bu çox vacib məlumatdır, bilirsiniz. Bəli, bəli. Tutaq ki, biz endoskopiyamızı və yaxud da kolonoskopiyamızı etdik. İlk öncə onu demək istəyirdim ki, çox vaxtı bu poliplər heç bir şikayət vermir. Biz bu polipləri təsadüfi endoskopiyada aşkarlayırıq. Xəstənin hər hansı bir dispeptik şikayəti var və yaxud ağrısı var, ishalı var, qarın ağrısı var. Biz başqa bir xəstəlik üçün, diaqnostika üçün baxırıq və baxanda öz xəstəliyi ilə yanaşı, məsələn, bağırsaqda və yaxud da mədədə bir polip aşkarlayırıq. 0.3, 0.4 santimlik balaca bir polip görmüşük. Biz bu polipi çıxartmalıyıq, yoxsa çıxartmamalıyıq? Xəstələrin ən çox tərəddüddə qaldığı hissə budur. Çıxartsaq nə olar? Dedilər ki, birini götürsək sayını artırarıq. Dedilər ki, bıçaq vurmaq olmaz. Qalsın kontrolda saxlayaq. Nə zaman böyüyərsə onu da çıxardarıq. Bunu soruşmadan etmək olmaz, doktor. Bu məndə də qıcıq yaradır. Bəli, bəli. Biz əslində protokol üzrə həkim xəstədən soruşmamalıdır. Həkim düzgün nəyi bilirsə onu icra etməlidir. Məsələn, polipi gördü, əgər çıxarılmalıdırsa o polip yerindəcə çıxarılmalıdır. Sadəcə bizim insanlarda elə bir düşüncə var ki, bəzən həkimlər də istiqamət verirlər. Bəzən heç qeyri-tibb sahəsindən olanlar daha çox bu xəstələrə istiqamət verirlər ki, məsəl üçün bizim qonşumuzda var idi nə isə, nə olduğunu da bilmir tam olaraq. Bıçaq burada artdı, metastaz verdi, keşke ona toxunmasaydılar. Poliplər də daha çox pre-onkoloji, yəni bir kanserojen proses olduğu üçün polip görən kimi anında məndə şiş mi var, xərçək mi var, psixologiyası zaten xəstədə yaranır. Bıçaq vurdurum, vurdurmayım. Bu sual olur. Amma əslində bu belə deyil. İlkin olaraq poliplər xərçəng deyil. Bunu anlayaq. Polip xərçəng demək deyil. Polip xərçəngə çevrilə bilərmi? Bəli, çevrilə bilər. Hamısı mı çevrilir? Xeyr. Bəziləri çevrilə bilər, bəziləri çevrilə bilməz. Doktor, bu məlumat bizi kifayət eləmir ki, çevrilmədən belə, çevrildiyini bilmədən belə, müayinəyə gələndə deyim ki, doktor, nə gördün, çıxartdı orada. Bəli, bəli. Bunun üçün insanların ətraflı məlumatlanması, maariflənməsi lazımdır mütləq şəkildə. Biz də insanlara bunu çatdırmağa çalışırıq. Düzdür, bizə gələn günlük 3-5 xəstədə polip var. Biz bunu 3-5 nəfərlə danışıb ətraflı izahat verə bilirik. Amma daha yaxşı olar ki, böyük konferanslarını desək, kütlələrin qarşısında konferansda, həkim konferansları yox, daha çox qeyri-tibb sahələrində işləyən insanlara ətraflı başa salaq ki, hətta belə deyək, xəstə gələndə bəzi xəstələr gəlib deyəndə ki, doktor, siz baxın, mədə bağırsağında hər hansı bir polip olarsa və yaxud da nə olarsa, siz nə məsləhət bilirsinizsə onu edin. Bizim üçün bu xəstələr daha rahatdır bu xəstələrlə işləmək. Nəinki suallı formada qalandı. Onlarla işləmək daha çətindir. Xəstələr bizdən təminat istəyirlər. Bağırsağında bir dənə polip var. Siz bunu kəsdiniz, çıxartdınız. Təkrar əmələ gəlməyəcək ki, bir də olmayacaq ki, bu həmən kəsdiyimiz yerdən əmələ gəlmir. Çünki həmənki yerdən, lor dildə desək, polip çıxdığı sahədən sağlam toxuma ilə bərabər biz polipi çıxartmağa çalışırıq. Daha geniş sahə. Polipin özü və özündən ətrafda olan sağlam toxuma ilə. Çünki bizim gözlə görə bilmədiyimiz mikroskopik səviyyədə invaziya deyirik, yayılma ola bilər. Biz onu sərhəddən tam çıxardırıq ki, patoloji göndərəndə cərrahi sərhəd təmizdir, təmiz deyil, bunu bizə deyə bilsin. Əgər təmizdirsə, həmən yerdən çıxma ehtimalımız yoxdur. Amma xəstədə bir dəfə polip əmələ gəldisə, bu o deməkdir ki, bu xəstə genetik olaraq polipə meyilli bir xəstədir. Və biz bağırsağından və yaxud da mədəsindən və yaxud da uşaqlıq daxilindən fərqi yoxdur. Polipi götürdüksə, bu xəstədə istər götürək, istər götürməyək, digər bir yerdə əmələ gəlmə ehtimalı yenə də var. Yəni, bunu qəbul etməliyik. Sadəcə bizim eləyəcəyimiz nədir? Polip görürüksə, gördüyümüz müddətdə çıxartmalıyıq.
Bir dənə görürük, bir dənə, 5 Bunun dənə görürük. ölçüsünün hər hansı bir əhəmiyyəti varmı? Var. Ümumiyyətlə polipləri başdan belə təsnifatlandırsaq, neoplastik dediyimiz polip tipləri var, hansı ki bunlar yeni yaranmış törəmə tərcüməsində belə gedir və xərçəngə nisbətən daha meyilli poliplərdir. Məsələn, adenomatoz poliplər. Bu poliplərin gördüyümüz anda çıxarılması məsləhətdir. Amma iş burasındadır ki, biz xəstədə baxdığımız polipi gözlə, bu adenomatozdur, hiperplastikdir və yaxud da digərdir, juvenil polipdir. Bunu tam olaraq aydınlaşdırmaq mümkün deyil. Təqribi deyə bilərik, illik təcrübəyə əsasən bu buna oxşuyur deyə bilərik, hiperplastikə oxşuyur deyə bilərik. Amma bunun %100 nəticəsini əkilmənin nəticəsi deyir. Əgər ölçü çox kiçikdirsə, məsələn 0,5 santimlik bir polipimiz var. Biz ona baxırıq. Biz ondan bir dəfə biopsiya alaq, xəstəni göndərək əkilməyə. Xəstə getdi, gəldi, adenomatoz imiş, təkrar bağırsaq təmizliyi verək, təkrar sedasiya, narkoz altında bir də girək, o polipi çıxardaq. Hətta çıxartmayaq, biopsiya alaq. Bir də biopsiya ilə kontrolda saxlayaq. Məsələn, bu xəstələr gəlirlər bizə. Doktor, bağırsağımızda polip var, kontrolda saxlayıram, 3 aydan bir gedirəm, kolonoskopiya elətdirirəm, biopsiya aldırıram. Adenomatozdum, var, bəli. Mən onu kontrolda saxlayıram. Yəni, polipi kontrolda saxlamaq deyə bir şey yoxdur. Polipli xəstəni kontrolda saxlamaq deyə bir şey var. Polipimizi gördük, çıxardırıq və bu xəstəni kontrolda saxlayırıq ki, yeni yaranmış poliplərin də profilaktikası olaraq kəsək götürək. Polipimizi gördük, gördüyümüz anda kəsdik, çıxartdıq, əkməyə göndərdik, hiperplastik polip gəldi. Xəstədə psixolojik olaraq, məsələn, polipi olan xəstə psixolojik olaraq 3 aydan biri məndə polip var, böyüyəcəkmi görəsən, bədxassəliyə çevriləcəkmi görəsən, bu suallarla daimi psixoloji narahat olur. Amma hiperplastik polipdir, kəsdik, götürdük, xəstəyə də başa salırıq ki, sizin polipiniz hiperplastikdir, bədxassəliyə çevrilmə ehtimalı yoxdur, hər şey rahatdır, hər şey qaydasındadır. Xəstə psixolojik olaraq artıq mən onkoloji ola bilərəm psixologiyasından da qurtulmuş olur. Yəni, önəmli olan şey budur. Çünki bütün orqanların bədxassəlişində bilirsiniz ki, sinir sisteminin, psixoloji gərginliyin də çox önəmli bir rolu vardır. Yəni, məndə onkoloji ola bilər düşüncəsi də xəstələrə negativ bir təsir göstərir. Amma bunun üçün mütləq polip olmalıdır, doktor. Yəni, sağlam insana belə o təminatı vermək doğru deyil. Hətta çox kiçik yaşlarda, məsələn 1 yaşda, 3 yaşda, 5 yaşda xəstələrimiz gəlir. Bunlara juvenil poliplər deyirik. Yeni doğulmuşlardan etibarən başlayırlar. Bu poliplər olur. Hətta digər belə deyək, böyük insanların poliplərindən daha aqressiv inkişaf edən, daha çox qan axmaya meyilli olan poliplərdir. Bu xəstələrin çox bizə rektal qan axma ilə gəlirlər. Məsələn 3 yaşı var xəstənin, gecənin bir yarısı və yaxud da səhər zəng elirlər, təcili qan axma ilə, çox ciddi bir qan axma itkisi ilə gəlir bu xəstələr. Kolonoskopiya edirik, daha çox tək sayda olur juvenil poliplər. Rektum dediyimiz bağırsağın aşağı hissələrində rast gəlirik. Ölçüləri nisbətən böyük olur, təqribən 3 santimlik, 4 santimlik poliplər olur və qanayır, kəskin qanayır. Biz də bu polipləri kəsib çıxardırıq. Amma juvenil polipləri əgər tək saydadırsa, çox saylı deyilsə, tək saydadırsa, onkoloji riski daha aşağıdır. Yox səviyyəsinin qədər aşağıdır. Biz o polipləri çıxartma məqsədimiz qanaxma profilaktikasıdır. Bu xəstələri qanamasın deyə polipimizi kəsib çıxardırıq. Yox, əgər multiple sayda deyirik, 2 və daha çox sayda polip varsa, az yaşlı uşaqda, bunlar da artıq familiar dediyimiz ailəvi bir xəstəlik, polipozis sindromuna girirlər və onların bədxassəli olma riski daha yüksəkdir. Yenə də 3 dənə görürsə, 3 dənə, 5 dənə görürsə, 5 dənə bütün poliplərin hamısı kəsilməlidir. Hamısı mütləq patolojiyaya getməlidir və 2 santim və üzəri olan poliplərdə mütləq cərrahi sərhədlər baxılmalıdır. Əlamətsiz keçən polip varmı və ya varsa da əlamət hansı yanaşı əlamətlər var? Daha çox uşaqlarda əlamət verir. Böyük insanlarda çox əlamət vermir. Juvenil poliplərin xüsusiyyəti odur. Juvenil poliplər. Yəni bu juvenil sözü də daha çox uşaq yaşda deməkdir. Böyük insanlardakı poliplər bizə əlamət verəndə artıq biz sevmirik. Çünki əlamət verirsə artıq çox böyüyüb, əlamət verirsə artıq bağırsağı tıxıyır, bağırsaq keçməzliyi yaradır. Sadalıyaq, orada da verəcəyim suallar var. Nə kimi əlamətlər? Məsələn, ölçüsü çox böyük olarsa bağırsağı tıxıya bilər, bağırsaq keçməzliyi yarada bilər. Məsələn, bəzən düz bağırsağın lap aşağı hissəsində olan polipləri xəstələr babası ilə gemoro ilə səhv sala bilirlər. Yunanda əlimə dəyir, çölə çıxır kimi əlamətlər olur. Ən çox baş verən səbəb ağırlaşmaları qanaxmalardır. Məsələn, xəstə gəlir, məndə qanaxma var deyir. Bu xəstələrdə bir də ən sevmədiyimiz, qarşılaşdığımız şey nədir? Xəstədə əgər rektal bir qanaması varsa, ilk olaraq xəstə proktoloqa və yaxud da terapevtə müraciət edir və yaxud cərraha müraciət edirsə, rektal müayinə ilə prosesi sonlandırırlar. Xəstədə bir çat var. Məsələn, bir çat var, bir babasil var, tamam, qanaxman bundandır deyib biraz uzada bilirik, gecikdirə bilirik.
Xəstədə əgər qanaxma varsa, istər çatı babasili olsun, olmasın, fərq etməz. Qan hər zaman bizim üçün digər orqanlarda da bu keçərlidir. Hər zaman sos siqnalıdır. Əgər bağırsaqdan bir qanaxmanız varsa, mütləq bir dəfə də olsa kolonoskopiya olunmalısınız. Ən azı rektosigmoidoskop olunmalısınız. Rektum hissəsinə qədər girib baxanda orada aydınlaşdırılır. Rektumdan yuxarıdan mı gəlir bu qan, yoxsa aşağıdan çat babasil səviyyəsindədir. Əgər tamam gördük yuxarıdan gəlir, tam full kolonoskopiya edirik. Yoğun bağırsağın hamısı yoxlanılır. Yox, görsək ki, yenə dediyim kimi çat babasil isə tamam, o zaman cərrah və yaxud da proktolog əməliyyat müalicəmi o taktikanı seçər. Yəni bu poliplərin ən çox ağırlaşma verdiyi budur. Polip də nə zaman qanayır? Artıq aqressiv inkişaf edirsə, ölçüsü çox böyüyürsə, artıq tərkibində belə deyək metaplaziya, displaziya kimi bir dəyişikliklər baş verirsə, bu zaman damarlanması güclənir və qanaxma verir. O da bizim sevmədiyimiz hallardır. Amma yenə də ölçüsü çox böyük poliplər olur. Bəzən hətta bağırsağı tıxayan poliplər olur. Bu böyük ölçülü poliplər daha çox bağırsağın aşağı hissələrində daha çox rast gəlirik. Bu poliplərdə biz müalicəsində, yəni çıxarılmasında seçim arasında qalırıq. Endoskopik mi çıxardaq, cərrahi mi çıxardaq? Bu çox önəmli. Cərrahi dediyimiz laparoskopik əməliyyatla olacaq. bağırsaq kəsilib çıxarılması. Laparoskopik də ola bilər, açıq da ola bilər. Xəstə gəldi, böyük ölçülü bir polipimiz var, qanayır, bağırsağı tıxıyır. Əgər bağırsağı tam şəkildə tıxıyırsa, bağırsaq keçəməzliyinə görə istər xoş, istər bəd gəlsin, bu polip çıxarılmalıdır. Çünki bağırsaq keçəməzliyi verir. Və yaxud da bağırsağı tıxamır, amma aldığımız biopsiyada yüksək dərəcə displaziya deyirik, high grade displaziya gəlib və yaxud da karsinoma insütü, artıq xərçəngin bir addımlığı belə deyək gəlibsə, bu polip bir mənalı şəkildə çıxarılmalıdır. İstər cərrahi, istər endoskopik. Bu zaman seçim çox-çox önəmlidir. Çünki endoskop cərrahi olaraq çıxardıb yanlışlıqla çox böyük bir bağırsaq hissəsini kəsmiş olaraq. Xəstə bir travma alır, bağırsaq kəsilir, orada bağırsaq anastomozunu tutmama ehtimalları var. Yəni cərrahi bir ağırlaşmalarımız var. Endoskopik olaraq seçsək nəyə səhv eləmiş olarıq? Endoskopik olaraq nisbətən kiçik götürmüş olarıq. Bağırsaqda həmən hissədəki polipin o bitişdiyi yerdə belə deyək, hüceyrələr qalırsa bizim elədiyimiz Cərrahi sərhəd dediyiniz? Bəli, heç bir önəmi olmur. Yəni orada tək-tük bir-iki hüceyrə belə qalsa, bizim elədiyimiz işimiz yetərsiz sayılır. Ona görə biz bugünkü gün nədən istifadə edirik? Müasir cihazımız olan endoskopik ultrasonografiya cihazımız var, EUS cihazımız dedik. Daha öncələrdə danışmışdıq. Normal endoskop cihazı kimi bir cihazda sadəcə ucunda bir UZI datçıqı var, əlavə olaraq ultrasəs. Biz onunla girib toxumanın, şiş toxumasının və yaxud da polip toxumasının hansı təbəqəyə qədər invaziya etdiyini bilirik. Birinci təbəqədədirmi, ikincidədirmi, üçündədirmi? Bəli, daxildən ultrasəs müayinəsi. Bu nə qədər vaxt aparır? Yəni, biraz belə deyək, düzgün, əgər ölçüsü böyükdürsə, biz bu xəstəyə belə deyək, günlər də ayırmağımız az olar. Çünki önəmli olan düzgün müalicə olunsun. Xəstə üçün ən rahat və ən az invaziv, ən az cərrahiyyə edə biləcəyimiz bir üsul olmalıdır. Yəni buna görə düşünməyimiz, bu xəstələrdə kompüter tomoqrafiya da istəyirik təbii ki, yəni hər tərəfli araşdırıb sonra edirik. Əgər endoskopik ultrasonografiyamızı etdik, birinci, ikinci təbəqədəndirsə, mukozal rezeksiya, polipektomiya şəklində tam şəkildə çıxarda bilirik. Üçüncü təbəqədədirsə submukoza təbəqəsi, buna submukozal rezeksiya şəklində dərin çıxarda bilirik. Artıq əzələ qatına, dördüncü qata invaziya varsa, bu zaman mütləq şəkildə endoskopik olaraq toxunmaq olmaz. Bu xəstələri cərraha yönləndirməliyik, cərrahi kəsilib çıxarılmalıdır. Simptomlar arasında qəbizlik, ishalı da unutmadan vurgulamış olsaq, yenə də bunu xüsusilə əlavə etməliyik ki, hər qəbizlik, hər ishalda da polip şübhəsi yaranmamalıdır. Sadalayaq istəyirsiniz və bu əlamətlərdən hansı bir və ya neçəsi olduğunda biz polip şübhəsini istərsəmiz ağlımıza gətirməliyik? Ümumiyyətlə, qəbizlik və yaxud da ishalla gələn xəstədə polipə görə gəl bağırsağınıza baxaq demirik. Polipə görə bağırsağa baxmaq şeyləri, göstəriciləri tamam fərqlidir. Əgər genetik olaraq nəsildə varsa, 40-50 yaş üzəri xəstədirsə, bəli, bunlar qızıl standartdır. Heç bir şikayəti olmayan 40 yaş üzəri daha çox görülür. Amma belə də gündəlik artıq bizim gördüyümüz, belə deyək, rastlaşmalara görə mən deyərdim ki, daha da cavanlaşıb. 30 yaş üzəri baxsaq daha yaxşı olar. Çünki çox gənc yaşlarda polip olub sonra onkolojiyaya çevrilmiş xəstələri artıq biz görürük. 40 yaşında görürsünüz. Bəli, 40 yaşında artıq gecikmiş kimi görürük. 30-35 yaş üzəri heç bir şikayətimiz olmasa belə, ən azından dediyim kimi bir ultrasəs aparatından digər boşluqlu orqanlar, öd kisəsini, sidik kisəsini, uşaqlığı, prostatı yoxlayacaq. Bir dəfə də endoskopiya, kolonoskopiya, gastroskopiya olunub mədə bağırsaq boşluğunu yoxlayırıq. Bu profilaktik olaraqdır və mütləqdir. Doktor, gəldim bağırsağıma baxdınız deyək ki, digər boşluqları
Xəstəxanada ultrasəs müayinəsi ilə ətraflı müayinədən keçirmək olar. Bəli. İndi hal-hazırda 30 yaş, 30 yaşın üzəri və ya altı fərq etməz. Səhhətinə görə narahat olan hər kəsə profilaktik olaraq müayinədən keçməyi tövsiyə eləyək. Çünki bu çox vacib bir şeydir. Gəlib 40 yaşına çatanda ayılacaq ki, artıq bədxassəlidir və ya keçib. Çünki bir çoxlarımız ailə hekayəsində elə bu birinci dərəcəli qohum olması şərt deyil. Nənədə, babada, nənəmin qardaşında, atamın babasında və s. də ola bilər. Hətta genetikasında heç kəsdə polip olmayan bir insanda belə genetik dəyişikliklər nəticəsində poliplər yarana bilir. Deyək ki, bilir. hər kəsdə olma ehtimalları var. Bəli, bu bir ehtimaldır. Amma məsələn, deyək ki, xəstə gəldi, xəstənin ishalı var və yaxud da qəbizliyi var. Öncə soruşuruq, ishal nə zamandan bəri başlayıb? Bir gün ərzində neçə dəfə təkrarlanır? Bəli, məsələn, xəstə deyir ki, 3 gündür ishalım var, qarnımda ağrılar var, narahatçılığım var. Biz bu xəstəyə kolonoskopiya etmərik. Kəskin gastroenterit də ola bilər. Xəstə gəlir, tutaq ki, 20 gündür və yaxud da 1 aydır ishalım var, gündə 10 dəfə, 15 dəfəyə çatan ishalım var və yaxud da ishalda selikli, sirkli bir şeylər görürəm və yaxud da ishalda qan görürəm və bu xəstələrdə kolonoskopiya göstərişdir. O zaman kolonoskopiya edirik və yaxud da qəbizlik. Hər qəbizliklə gələn xəstəyə kolonoskopiya etmərik. Xəstə gəlir, qəbizliyim var, məsələn, çətin çıxıram, böyük bayram. Xəstədən soruşuruq, gün ərzində nə qədər su içirsiniz? Deyir, demək olar ki, su içmirəm. Yəni, bu xəstələrdə qəbizliyin olması normaldır. Qidalanması düzgün deyil, su içmir, hərəkət azdır. Bunlar alimentar qəbizlik deyirik. Və ilk öncə qəbizliyin qidalanmasını bir düzəldirik, ən azı 1 ay. Mayesini içsin, aktiv hərəkətini eləsin, diyetini düzənləsin. Qəbizlik keçməzsə, o zaman kolonoskopiya edərik. Endoskopik müayinə istəyir, gastroskopiya olsun, istəyir kolonoskopiya və s. Bunun hər hansı bir yan fəsadı varmı insan orqanizminə? Çünki biz deyirik, profilaktik gəl, yoxla. Əgər buna ehtiyac nəticəyə görə olmadığı da aşkarlanır bəzi hallarda. Mənə mənfi təsir ola bilərmi və ya yan təsiri, texniki olaraq, prosedur olaraq yan təsirləri yoxdur. Amma məsələn, bəzən olur ki, biz kolonoskopiyanı daha çox sedasiyalı şəkildə edirik. Yəni, yatızdıraraq edirik, dərin bir yuxu fazasında edirik. Sedasiya əks təsirli ola bilər, kardioloji problemləri ola bilər, ağciyər problemləri ola bilər, hər hansı bir qanaxma, laxtalanma problemləri ola bilər. O zaman əks göstərişdir. Amma belə deyək, 3 aydan bir, 6 aydan bir, ildə bir dəfə profilaktik bir dəfə baxışın, yəni heç bir əks təsiri yox. Öyrmələr ola bilir bəzən mədənin giriş hissəsində həddindən çox öyrmə, həmən yerdə sızıntı tərzi, minimal bir qanama, minimal bir hallar yarada bilir. Dərmanlarını yazırıq prosedur sonrası. Amma bizim ən çox sevdiyimiz sedasiyalı şəkildədir ki, xəstə tam rahat yatsın. Nəyə görə? Xəstə rahat yatanda həm xəstənin konforu üçündür. Bu birinci məsələ. İkinci məsələ, bizim dəyərləndirə biləcəyimiz bəzi yerlər var ki, orada xəstə tam rahat şəkildə olmalıdır. Məsələn, alt sfinkterin dəyərləndirilməsi, qida borusunun alt sfinkterin, hiatal herniya, yırtıq dediyimiz hallarda. Xəstə əgər oyaqdırsa, daimi şəkildə öyrürsə, biz orada heç bir şəkildə sfinkter normaldır və yaxud da yırtıq var deyə bilmərik. Sırasında görməyə bilərsiniz. Xəstə həddindən artıq öyrər, bu zaman zaten reflüks olur, buna təbii reflüks deyirlər. Yaxşı, doktor, məni yatızdırdın, sedasiya verdin, yatızdırdın. Bağırsağım da yatmır. Necə? Onu da bir orqan olaraq düşünsək, onun özünün də relaksasiyası. Yox, biz relaksasiyası olur, təbii ki, relaksasiya olur. O büküşlərdə nəyisə görməyə maneçilik törədə bilməz. Biz orada belə deyək, hava verib baxırıq. Karbondioksiddən daha çox istifadə edirik. Şar kimi orqan divarları şişir. Yox, orada belə deyək, incə bir balans var. Onu edəndə zaten belə deyim, ağızdan giririksə məsələn, qazın artıq hissəsi ağızdan çıxır. Bağırsaqdan giririksə bağırsaqdan çıxır. Yəni o tam şəkildə biz bağlayıb uc hissələrinə hava vermirik. Yəni şey olsun. Amma yenə də yəni bu uzun müddət olan təcrübədə alətdə biz hiss edə bilirik. Endoskopimizin üzərində düymələr vardır ki, xüsusi hansı ki bir düymə ilə hava verib mədəni bağırsağı şişirtmək üçün istifadə edirik. İkinci düymə isə aspirasiya edirik və havanın mayenin artıq hissəsini çəkirik. Yəni biz orada o gərginlik səviyyəsini hiss edirik. Məsələn, bəzən mədədə olur, haqlısınız, həddindən artıq çox hava verəndə mədə divarlarında gərilmə, xırda petexiya dediyimiz qan sızmalar, hətta mədə mukozasının yırtılması, qanama falan da ola bilər. Yəni bu şeyləri gözləyirik. Bunlara daha çox atrofik qastrit dediyimiz mukozanın incəlməsi zamanı ola bilər. Amma biz o incə balansı artıq görürük, hiss edə bilirik ki, həddindən artıq verdik, biraz çəkək, biraz verək. Yəni tam biraz açıldı, biz o görüntünü gördük, bizim üçün o yetərlidir. Bu bağırsaq üçün də keçərlidir, mədə üçün də keçərlidir. Böyüməsi, inkişaf etməsi də fərqli zaman alır. Bəli. Əgər məsələn adenomatoz poliplərdən danışırıqsa, ölçüləri çox kiçikdirsə, 0.5 santıma qədərdir, 5 milimlik ölçüdür. Bunların 2 qat ölçüyə, yəni 1 santıma qədər çatmasına ən azı 2-3 il vaxt tələb edir. Amma 1 santıma çatdısa, artıq 1 santımdan sonra böyüməsi 4-6 aya çatır. Yəni böyüdükcə aqressiyası da artır.
Ona görə polipləri belə gördüyümüz zaman çıxartmaq, biraz böyüsün, nəysə bədxassəliyə bir şeylə çevrilərsə çıxartmaq məsələsi biraz yanlış düşüncədir. Və bir də sosial şəbəkələr dediniz, bir şeyi xatırladım. Sosial şəbəkələrdə poliplərin çıxarılması üsulları, bu şəkildə reklam çarxları biz çox görürük. Önəmli olan xəstələrin diqqət etməsi olan nədir? Əgər polipinizi çıxartmısınızsa, 1 santimdən yuxarı poliplərdən söhbət gedir, daha aqressiv, daha xərçəngə meyilli poliplərin çıxarılması, bunlar daha önəmlidir. Yəni, xırda 0,3-0,5 milimlik polipləri çıxartmaq heç bir problem deyil. Biopsiya forsepsi ilə belə bunu çıxardırıq. Kiçikdir çünki ölçüsü. Amma böyük poliplərin çıxarılmasına diqqət etməli olduğumuz əsas önəmli olan 2 şey var. Birinci məsələ tam şəkildə dərindən çıxarılması. Tam şəkildə dərindən çıxarılması ilə nəyi nəzərdə tuturuq? Polipektomiya metodumuz, bizim seçdiyimiz metod. Yəni, polipektomiya dediyimiz tək bir üsuldan ibarət deyil. Fərqli-fərqli cihazlarla, fərqli-fərqli taktikalarla çıxardırıq. Əgər selikli qişanı, adrenalin məhlulu deyirik. İlgək ilə çıxardırsınız oradan? İlgək əslində son mərhələdir. Son. Bəli. Amma hər polipin başına belə deyək, ipi keçirdib kəsmək bu düzgün taktika deyil. Çox yanlış bir taktikadır. Yəni, ayaqçığı varsa eləmək olar. Yəni, orada ayaqcıq olsa belə, yəni ayaqçıqda da bir displastik dəyişkənlik gələ bilər. Siz o yenə deyirəm, yerini, iynəsini qaldırırıq. Yəni adrenalin inyeksiyasına, selik və selik altı qişanın 2 təbəqənin altına biz inyeksiya edirik ki, ora qalxsın. Öncə şişirdirik həmən hissəni. Bu şişirtmədə əsas məqsədimiz nədir? Birinci olaraq sərhəddi daha aydın görək. Normal toxumanın özü, xəstə toxumanın özü, polipin özü və normal toxumadan kəsək. Onu da polipin özünü çıxartmayaq. Yox, orada zaten gözə yarı görürük. Polipi gördük, bu isə bağırsağın normal hissəsidir. Nisbətən böyük kəsək götürək ki, cərrahi sərhəd təmiz gəlsin. Bu bizim üçün birinci məsələ. İkinci məsələ, selik altı qatı qaldırmamızda ən önəmli. İkinci məsələ qanaxma profilaktikasıdır. Biz ora adrenalin inyeksiyası vurduğumuz üçün xəstənin sonradan gec qanama deyirik. Evə getdikdən sonra bir qanaxması olmasın deyə. İkinci məsələmiz budur. Və üçüncü məsələ, bilirsiniz, bağırsaq çox incə bir orqandır, çox nazikdir. Biz bu dəfə də dərindən polipi kəsək dərkən bağırsağı deşə bilərik, bağırsağı zədələyə bilərik. Ona görə selik altı qatıb qaldırırıq ki, nə qədər istəsək geniş kəsə bilək və bağırsağa zərər verməyək. Bəlkə də ona görə götürülməli, çoxları. Bəli, yəni perforasiya məsələsi çox önəmlidir. Ona görə dediyim kimi xəstələr seçəcəyi həkimdə 2 şeyə çox önəm versinlər. Çıxarılan polipdə cərrahi sərhəd təmiz mi gəlir? Hansı metod ilə hansı polipi çıxardırıq? Yəni, xırda polipləri tamam forsepsdən çıxarda bilərik, amma böyük poliplər mütləq polipektomiya şəklində, endoskopik mukozal rezeksiya şəklində tam şəkildə çıxarılmalıdır. Yəni, orada bir xırda bir hissənin qalması ilə bizim o polipi çıxartmamız heç bir mənası yoxdur. Xoş oldu sizinlə söhbət, minnətdaram. Bir daha xatırladım, invaziv endoskopist Həcər Ağakişiyeva studiyamızın həkim qonağı idi, Avropa Beynəlxalq Hospitalda fəaliyyətini davam etdirir. Buyurun, müraciətlərinizi edə bilərsiniz. Salam Leyla xanım, xoş gəlmişsiniz. Salam, xoş gördük doktor. Ən son nə vaxt baxmışdıq, endoskopiyamızı nə zaman etmişdik? Fevral ayında. Keçən il fevral ayında. Artıq 1 il tamam olub və profilaktik olaraq yenidən sizə müraciət elədim. Daha öncələr ezofagit grade B xəstəliyimiz var idi. Baret ezofagusuna görə biopsiyamızı aldıq, təmiz çıxdı, baretimiz gəlmədi. Ən son endoskopiyamızda ezofagit grade A mərhələsinə geriləməmiz var idi, bir sağalmamız var idi. Şikayətlərimiz varmı? Ən son nə gedib, nə qalıb? Hazırda bir şikayətim yoxdur. Əvvəllər yanma, göynəmə şikayətlərim var idi. Boğazımda sanki nəsə yanırdı kimi şikayətlərim var idi. Amma hazırda şikayətim yoxdur. Sadəcə profilaktik yoxlanış. Endoskopiyamızı edəcəyik, yəqin sedasiyalı şəkildə istəyirsiniz. Bir narkoz verəcəyik, bir 3-5 dəqiqəlik bir prosedurdur, bilirsiniz, daha öncə də olmuşsunuz. 3 dəqiqəlik sizi yatızdıracaq, baxacaq. Hər şey qaydasındadırsa prosedurumuzu yekunlaşdıracaq. Endoskopiyamızı etdik Leyla xanımda, hər şey qaydasındadır. Qida borusunda daha öncə gördüyümüz səpkilərimiz sağalıb. Bir öncəki dəfədə ezofagit grade B-dən A mərhələsinə inmişdi. Artıq isə ezofagus tam normal qaydasındadır. Psoriazın daxili